Salam dəyərli müəllimlər. Mən kurikulum müəllimi Arzu Əbəddin qızı sizə Time 2026-cı il nəşrindən bütün mövzuları ardıcıl olaraq izah edəcəm. Kanalımıza abunə olmağı və videomuzu paylaşmağı unutmayın. Fevral kurikulum qrupumuza qoşulmaq istəyən müəllimlər isə 051 641 88 34 nömrəsi ilə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilər. Gəlin baxaq görək ki, təzə kurikulum kitabında hansı yeniliklər var. Qeyd edim ki, birinci yeniliklərdən biri əvvəl kurikulum birinci dərsdə kurikulumun prinsipləri qeyd olunurdu. İndi isə kurikulumun prinsiplərini yığışdırıblar. Ümumiyyətlə o haqda heç bir məlumat yoxdur burada. İndi isə başlayaq izahımıza. Deməli, təhsil proqramı, ümumiyyətlə kurikulum təhsil proqramıdır və təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirir. Lakin köhnə kitabda bu özündə əks etdirən konseptual sənətdir deyirdi, yəni dəyişkən sənət. Amma yeni kitabda artıq bu yoxdur. Kurikulum şagirdə nə öyrədiləcəyi və şagirdin nə öyrənəcəyi, təlim-tədris prosesinin necə qurulacağı, həmçinin əldə olunmuş nailiyyətlərin necə qiymətləndiriləcəyi ilə bağlı məsələləri cəmləşdirən bir sənət. Təhsil ölkənin davamlı inkişafı və iqtisadi artımını təmin edən əsas faktorlardandır. Və hər bir ümumiyyətlə ölkə çalışır ki, təhsilini ön sıralarda aparsın. Yəni təhsil yüksək səviyyədə olsun, yüksək təlim nəticələri əldə eləsinlər və elə kurikulumun da məqsədi budur ki, ölkənin təhsil səviyyəsini daha da yüksəltsin. Təhsilin məqsədi insanı yaşadığı həyata hazırlamaq, onda tənqidi və yaradıcı düşüncəni, eyni zamanda milli, ümumbəşəri dəyərləri formalaşdırmaqdır. Ümumiyyətlə, dünyada çox sürətlə gedən qlobal dəyişikliklərin fonunda təhsil proqramında lazımi dəyişikliklər edilməsi vacib məsələlərdən birinə çevrilmişdir. Məsəl üçün, belə deyək də və illər keçdikcə müxtəlif dəyişikliklərə üz-üzə qalırıq və müxtəlif islahatlar keçirilir. Və bunların hər birinin məqsədi yenə də ölkənin təhsil səviyyəsini yüksəltməkdən ibarətdir. Ümumiyyətlə, təhsil ictimaiyyəti aşağıdakı fundamental suallara cavab axtarırlar. Məsələn, hansı bilik, bacarıq, dəyərlər və səriştələr kurikulumda öz əksini tapmalıdır? Bu bilik, bacarıq, dəyərlər və kompetensiyalar gənclərdə lazımi həyati bacarıqlar formalaşdıracaqmı? Bu tip suallara cavab axtarılır. Şagirdlər üçün öyrənmə prosesini necə uyğun və maraqlı edə bilərik? Məsəl üçün, motivasiyanı necə quraq, şagirdi necə dərsə cəlb eləyək? Çünki indiki şagirdlər, belə deyək də, daha çox motivasiyalı dərsi sevirlər, dərsə şagirdi cəlb etmək lazımdır. Qiymətləndirmə daha məhsuldar və effektiv necə edilə bilər? Ümumiyyətlə, şagirdi qiymətləndirərkən onun şəxsiyyətinə görə yox, fəaliyyətinə görə qiymətləndiririk. Bəs kurikulum kontekstində keyfiyyət dedikdə nə nəzərdə tutulur və ümumiyyətlə kurikulum üçün keyfiyyət standartları hansılardır? Keyfiyyətli kurikulumun bəzi göstəriciləri var. Məsələn, onun aktuallığı, praktik olması, effektivliyi, davamlılığıdır. Kurikulumun uğurlu olmasının göstəricisi isə şagirdlərdə öyrənmənin keyfiyyəti və şagirdlərin bu öyrəndiklərini nə dərəcədə effektiv şəkildə öz şəxsi, sosial, idraki, psixoloji və emosional inkişafları üçün istifadə edə bilmələridir. Ümumiyyətlə, kurikulumda belə bir şey də var idi ki, sinifdən kənara çıx. Yəni, müəllim dərsi elə keçməli idi ki, yəni şagird dərk etsin ki, bu dərs ona bu sinif üçün yox, yəni bu gün üçün yox, həyatında lazımdır. Daha sonra UNESCO-nun keyfiyyətli kurikulum üçün aşağıdakı meyarları vardır. Düzdür, deyəcəksiniz ki, Arzu müəllim, bu boyda məsəl üçün cümlələri öyrənmək biraz vaxt aparar, amma mən sizə belə bir şey deyim. İndi hal-hazırda kurikulum elə bir vəziyyətə gəlib çatıb ki, sırf suallar məntiq üzərində qurulur və burada keyfiyyətli kurikulum dedikdə siz artıq belə deyək də kurikulum üçün ən müsbət variantları seçmiş olacaqsınız. Yəni keyfiyyətli kurikulum deyəndə sanki kurikulumu tərifləyirsiniz. Gəlin indi baxaq. Kurikulumun aydın məqsədlərinin olması. Baxırsınızmı, kurikulumu təriflədi. Kurikulumun bugünün tələblərinə cavab verməsi. Ümumiyyətlə, kurikulum hansı ölkədə kurikulum tətbiq olunursa, həmin ölkənin milli mentaliteti də nəzərə alınır
bugünün tələbləri nəzərə alınır. Sonra kurikulumun şagirdlərin bugünkü və gələcək həyatları, təcrübələri, arzu və istəklərinə uyğunluğudur. Kurikulum yaşadıkları ölkənin tarixini və mədəniyyətini nəzərə almaqla sosial və iqtisadi baxımdan şagirdlər üçün firavan gələcək qura bilmək məqsədinin olması. Kurikulumun ədalətli və inklüziv olması. İnklüzivlik nə idi? Şagirdlərin fərqliliklərinin nəzərə alınması. Məsəl üçün, inklüziv təhsil deyə bir şey də var idi. Yəni, sağlamlıq imkanı məhdud olan şagird də digər şagirdlərlə birgə təhsil ala bilər. Yəni, burada bərabər imkanlar gözlənilir. Hər kəsə bir şəxs kimi, şəxsiyyət kimi baxılır. Kurikulumun şagird yönümlü olması, şagirdin ehtiyaclarının nəzərə alınması. Yəni, yadınıza gəlirsə, biz bunu kurikulumun prinsiplərindən də bilirdik ki, şagirdin maraq və tələbatlarının nəzərə alınması, potensial imkanının üzə çıxarılması şagird yönümlülükdə idi. Sonra şagirdin yaşına müvafiq olması, yəni biz dərsimizi keçəndə mütləq şəkildə nəzərə almalıyıq ki, şagirdin yaşı. Çünki hər yaşa uyğun beynin qavrama dərəcəsi var. Məsələn, tam 3-cü siniflərə də tənlik keçə bilərik, 7-ci siniflərə də. Əlbəttə ki, biz 3-cü siniflərə tənliyi keçəndə biraz yüngül səviyyədə keçəcək, çünki onların, belə deyək də, yaşları da nəzərə alınmalıdır. Şəxsi inkişafa və həyati bacarıqların formalaşmasına kömək etməsi. Deyəcəksiniz ki, Arzu müəllimə, həyati bacarıqlar hansılar idi? Yadınızdadırsa, əvvəlki Time kitabında qeyd olunmuşdu həyati bacarıqlar və biz onu baş hərflərlə deyirik. Ç, L, T, P, S. Çeviklik idi, yəni cəhdlik, liderlik qabiliyyəti, təşəbbüskarlıq, sonra produktivlik, yəni vaxtın düzgün idarə olunması idi və sosiallıq idi. Bunlar həyati bacarıqlara daxil idi. Sonra və şagirdlərin həddindən artıq yüklənməməsi. Bəli, kurikulumda belə bir şey var idi ki, hətta şagirdə ev tapşırığı vermək görə düzgün deyil. Çünki şagird yüklənməməli, bütün tapşırıqları məktəbdə eləməli idilər. Amma ki, məktəblərdə hələ də ev tapşırıqları verirlər. Kurikulumun açıq və çevik olması, yəni yeniliklərin məzmununa inteqrasiya etməsi, əlaqələnməsidir. Kurikulumun ardıcıl və əlaqəsi olmasıdır. Ümumiyyətlə, hər bir müəllim tədris etdiyi fən kurikulumun proqramını bilməlidir, məqsədini, vəzifələrini bilməlidir, tədrisə verilən tələbləri bilməlidir, təlim nəticələrini, hansı nəticəni bu gün əldə edəcək, məzmun standartı, fənnin xarakterinə uyğun təlim strategiyalarını, fəndaxili və fənlərarası inteqrasiyanı, qiymətləndirmə vasitələri və meyarlarını, planlaşma ilə bağlı metodik tövsiyələrdən xəbərdar olmalı və fəaliyyətinə tətbiq etməlidir. Və siz burada deyirsiniz ki, müəllimə, bəs fəndaxili fənlərarası inteqrasiya nə idi? Yadınızdadırsa, keçmiş kurikulum kitabında inteqrasiya var idi. İnteqrasiyanın növləri də fəndaxili, fənlərarası və fənüstü idi. Fəndaxili nədir? Yəni, mən riyaziyyatla riyaziyyatı əlaqələndirirəm. Tutalım ki, 7-ci siniflərə dərs keçəndə 5-ci sinifin riyaziyyatında keçdiyim bir şeydən sual-cavab edirəm. Bu fəndaxilidir. Özdə fəndaxilinin də 2 növü var idi. Üfüqi və şaquli. Məsələn, mən 7-də oxuyan şagirdə 5-ci sinifdən riyaziyyatdan sual verirdimsə, deməli, mən burada inteqrasiyanın fəndaxilisini eləmiş oluram və fəndaxilinin də növü var idi, şaquli və üfüqi. Yəni, sinifdən sinifə elədiyimə görə şaquli inteqrasiya idi. Əgər eyni sinif daxilində eləsəydim, yəni 7-ci siniflərə 7-ci sinifdən sual versəydim, bu üfüqi olardı. Bəs fənlərarası inteqrasiya nədir? Yəni, iki və daha çox fən arasında əlaqələndirmə edirik. Məsələn, kimya dərsində məhlul məsələlərini keçəndə, riyaziyyatda da faizdə məhlul məsələləri var və biz bunları əlaqələndirə bilərik. Buna da deyirlər fənlərarası. Məsələn, tarix və ədəbiyyatda, tutalım ki, Şah İsmayıl Xətaini keçəndə onun hansısa bir şeirini səsləndiririksə, burada da fənlərarası inteqrasiya baş verir. Kurikulum təhsil proqramı, baxın, təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı vacib məsələləri özündə əks etdirən bir sənəddir. Amma keçmişdə bu konseptual sözü də işlənilirdi, amma indi yoxdur. İndi yeni Time kitabı nə deyirsə, biz də ondan gedəcəyik. Yəni, birinci dərsimiz bu idi, dəyərli müəllimlər.
Kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın. Qeyd edim ki, bütün dərslərin izahını bir-bir çəkib paylaşacağam və dəstək olmağı, şərhlər yazmağı unutmayın. Qrupumuza qoşulmaq istəyən müəllimlər isə möhtəşəm kampaniyamızdan yararlanacaqlar. Qeyd edim ki, kurikulum dərslərini bizdə 2 müəllim tədris edəcək. Mən və köməkçi digər müəlliməmiz sizinlə kurikulum dərsini işləyəcəyik. Yəni, hər həftə təkrarlarınız, ümumi sınaqlarınız və s. hər biri qrupda paylaşılacaq. İxtisasınıza uyğun isə situasiya sualları əlbəttə ki, mütləq yer alacaq. Və qeyd edim ki, əziz müəllimlər, artıq kurikulum elə bir vəziyyətə gəlib çatıb ki, düzdür, biz proqramı da yaxşı bilməliyik, amma sualları məntiqlə işləməyi bacarmalıyıq. Çünki illərdir müəllimlər öyrəşiblər ki, nəyisə əzbərləsinlər, gedək orada əzbər yazaq. Artıq o dövr getdi. Məsələn, əvvəl düşürdük, bunlardan biri kurikulumun prinsipi deyil. Seçirdik, dairəliydi, amma indi elə deyil. Situasiyanın içindən onu tapmalısınız. Və bu bizim kurikulum proqramımızda da əsas məqsədimiz odur ki, həm kitabı mənimsədək, həm də müəllimlərə məntiqlə kurikulum testlərini işləmək və düzgün cavabı seçmək qabiliyyətini formalaşdırmaqdan ibarət olacaq. Əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilərsiniz. Qeyd edim ki, fevral ayı üçün möhtəşəm kampaniyamız da var və buyurub qrupumuza qoşula bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.